Dərsimizin 9-cu bölümündəyik və bu dərsimizdə belə bir görüntünü HTML və CSS kodları ilə necə yazmaq olar, bunu öyrənəcəyik. Və hətta daha bir yeni CSS özəlliyini də öyrənmiş olacaq. Elə isə gəlin mövzumuza keçid alaq. Gəlirəm body içərisində H2 etiketimi qururam və bura RNR TV web yazısını yazıram. Və H2 etiketinin içərisində span etiketini əlavə edirəm və eyni yazını kopyalayıb bura əlavə edirəm. Və bir daha ikinci span etiketini də yazıram bu şəkildə və üçüncü span etiketimə xəyallarımız, üzr istəyirəm, bunu Azərbaycan dilinə gətirək, xəyallarımız deyə bir yazı yazıram və səhifədə bu şəkildə görünəcəkdir. Gəlirəm style.css-ə, body etiketinə, burada body etiketinin background rəngi bu şəkildədir. Bunu kopyalayıram və style.css-də buraya əlavə edirəm. Bu şəkildə göründü və gəlirəm H2 etiketimə, bunu İngilis dilinə çevirək. H2 etiketimə position absolute yazıram. H2 etiketini mərkəzə gətirmək istəyirəm. Top 50%, left 50%, transform, translate mənfi 50%, vergül mənfi 50% yazıram. Bu şəkildə ortalandı və daha sonra font size 6M verirəm. Yəni body'nin font size-ına görə bu şəkildə yazmış olduq. Daha sonra bütün hərflərim böyük yazılması üçün text transform uppercase yazıram. Bu şəkildə görüntüyə sahib olmuş olacaq və index.html-də H2 etiketi içərisində yazdığım RNR TV web yazısını arxa plan rəngi ilə gizlətmək istəyirəm. Gəlirəm bura color transparent yazıram və bu şəkildə gizlənmiş oldu. Ancaq seçdiyim zaman baxın bu görüntüyə sahib olmuş olacaq. İndi nəyə görə color transparent yazdım, bunu öyrənmiş olacaq. Gəlirəm H2 etiketi içərisindəki birinci spanıma, burada child birinci spanımı seçirəm və buna position absolute yazıram. Və daha sonra yuxarıdan 0 və soldan left 0 yazıram. Left 0. Bu şəkildə RNR TV yazısı ilə bir yerdə hizalanmış olsun. Daha sonra rəngini ağ rəng verirəm və artıq bu görüntünü, yəni saniyə ilə yuxarıdan aşağıya doğru hərfin bir hissəsini kəsmək istəyirəm. Yəni bunu necə etmək olar? Gəlirəm burada ilk olaraq transition 0.5 saniyə yazıram və artıq hərfin yarısını kəsib götürmək istəyirəmsə bir platformadan istifadə edəcəm. Bu platformanın adı Bennett Fill idi. Gəlib burada həmin görüntünü almaq istəyirəm. Bu şəkildə yarı formada kəsirəm və yeni bir CSS özəlliyimiz clip path'dır. Bunu kopyalayıram və buraya əlavə edirəm. Burada bəzi düzəlişlərimizi edək. Buna 0 yazıram. Buna 50% verirəm və buna da 50% yazıram. Və daha sonra baxın həmin hərflərin yarısını kəsib götürmüş olduq. Və eyni qaydada gəlirəm ikinci spanıma, bunu aşağı çəkirəm və bunu da eyni qaydada aşağı çəkirəm və kopyalayıb buraya əlavə edirəm. Və burada da bunu 50% yazıram, bunu da 50% verirəm.
Baxdığımız zaman baxın hərflər artıq üst-üstə gəlmiş oldu. Yəni mən artıq deyək ki H2-yə hover olsam, burada misal spanın ikinci spanımı kopyalayıram və buna transform translate y -18 piksel yazıram. Ya da ki mənfi yox, üzr istəyirəm. Bu yuxarı qalxmış olacaq. Aşağı düşmək üçün 18 piksel verirəm. Baxın, hover olduğum zaman altdakı LNR TV web yazım aşağı düşmüş oldu və yuxarıdakı bu şəkildə qalmış oldu. Və bizim istədiyimiz də bu idi. İndi xəyallarımız yazısını həmin bu boşluğun içərisində göstərmək istəyirəm. Ancaq mən bir daha deyirəm, bu index.html-də LNR TV web yazım hal-hazırda background'un rəngini aldığına görə görünməz vəziyyətdədir. Yəni mən Ctrl-A ilə seçdiyim zaman baxın, altdakı, yəni ən altında belə deyək, LNR TV web yazım görünmüş olacaqdır. İndi isə style.css-ə gəlirəm. Burada H2 etiketi içərisindəki spanımın, yəni üçüncü spanımı seçirəm. Gəlib burada nt child 3 yazıram və üçüncü spanımıza da stil vermiş oluram. Gəlirəm position absolute verirəm buna da. Daha sonra yuxarıdan 60%, soldan 5 piksel məsafədə gəlməyini istəyirəm və transform translate y -50% verirəm və scale y ilə buna 0 verirəm. Yəni ilk başda görsənməsin. Scale ilə də mətni göstərib göstərməməkdə olar. Ancaq mən xəyallarımız yazısını görmək istəyirəm. Scale y1 verirəm və rəngini 000 yazıram. Qara rəngdə gəlsin. Və daha sonra background rəngini isə burada sarı verək, yellow olsun və genişlik olaraq 97% verirəm. Font size 0.25 rem yazıram. Bu şəkildə görünsün və daha sonra font weight olaraq 500 verirəm və text align center yazıram, mərkəzdə gəlmiş olsun. Bu hal-hazırda font size-a bu şəkildə görüntünü vermişdik və xəyallarımız yazısını görmək istəyirəm hələ ki. Daha sonra gəlib letter space, buna ara boşluq, yəni hərflər arasındakı boşluğu 0.7 m yazıram. Bu şəkildə gəlmiş olsun. Sol tərəfdən daxili boşluq vermək istəyirəm. Padding left 20 piksel, margin left 5 piksel verirəm və transition 0.5 saniyə yazıram. Border radius olaraq da 5 piksel verirəm. Aha, bu şəkildə göründü və font size-ı yorumdan çıxardıram. Bu görüntüyə sahib olmuş olduq və buna scale y 0 yazıram. Aha, indi H2'ye hover olduğum zaman ikinci span etiketim transform translate y 18 piksel gəldi. H2'ye hover olduğum zaman üçüncü span etiketmə -18 piksel verirəm və scale y 1 verirəm. Və hover olduğum zaman burada nə səhv getdi? Bir daha baxaq. Genişlik normaldır. Deyəsən bunun font size-ındadır problem. Burada 0.25 rem yazmışıq. Bu body'nin, daha doğrusu HTML etiketinin pikselini vermiş oldu. Çünki 16-nı 0.25'e vurduğu zaman kiçik bir rəqəm gəlmiş olacaqdır. Ona görə
bu şəkildə gəldi. M yazdığım zaman isə hal-hazırda H2 etiketim 6M şəklindədir. Baxın, font size 6M'dir. Yəni M yazdığım zaman 3-cü span etiketi üst etiket sayılan H2 etiketinin font size'ını almış olacaqdır. Font size hal-hazırda H2 etiketində yüksək rəqəm olduğuna görə həmin rəqəmi 0.25-ə vuracağıq və bu görüntünü almış olacaq. Bunun margininə misal 4 piksel yazıram. Biraz da 100 piksel verək və 2 piksellə baxın, bu görüntünü əldə etmiş olacaq. Bu dərsimizdən də bu qədər. Ümidvaram yeni mövzumuz rahat anlaşılır oldu. Çünki kodların hər bir detalına yəqin ki, düşündüyüm qədərilə toxunmuş oldum. Əgər hər hansısa sualınız varsa və yaxud da ki, qaranlıq qalan hansısa mövzulardan sualınız olsa, yorumlarda suallarınızı verərək mən onu cavablamış olacağım. Bu günlük bu qədər. Gələn layihələrimizdə və kodlarımızda görüşənə qədər hələlik.